Əziz dinləyicilərimiz, hörmətli müəllimlərimiz, sevimli sinif yoldaşlarım və məktəbimizin dəyərli radio ailəsi. Sizi yenidən Gələcəyin İşığı FM-in efirində salamlayıram. Bugünkü proqramımız çox önəmli və hər birimizin həyatına birbaşa təsir edən mövzunu əhatə edir. Ümumdünya Pasiyent Təhlükəsizliyi Günü. Mən Əliyeva Nuray, 7B sinif şagirdi olaraq sizinlə birlikdə bu mövzunu bütün aspektləri ilə araşdıracaq, elmi biliklər, statistik məlumatlar və real həyatdan nümunələrlə zənginləşdirilmiş bir səyahətə çıxacaq. Bu efir yalnız məlumat almaq üçün deyil, həm də düşünmək, tədbir görmək, başqalarını maarifləndirmək və həmrəy olmaq üçün bir fürsətdir. Hər birimiz bilirik ki, sağlamlıq insan həyatının ən qiymətli sərvətidir. Lakin bəzən kiçik diqqətsizliklər böyük problemlərə səbəb ola bilər. Bugün biz məhz bu diqqətsizliyin qarşısını almağın yollarını, pasiyent təhlükəsizliyinin əhəmiyyətini və hər birimizin bu məsələdə necə rol oynaya biləcəyini müzakirə edəcəyik. Ümumdünya Pasiyent Təhlükəsizliyi Günü nədir? Sentyabrın 17-si bütün dünyada Ümumdünya Pasiyent Təhlükəsizliyi Günü kimi qeyd olunur. Bugün Beynəlxalq Səhiyyə Təşkilatı tərəfindən səhiyyə sistemində pasiyent təhlükəsizliyinin əhəmiyyətini vurğulamaq məqsədi ilə təsis edilmişdir. Məqsəd yalnız səhiyyədə yanlışlıqların qarşısını almaq deyil, həm də xəstələrin hüquqlarını qorumaq, tibbi xidmət keyfiyyətini artırmaq və təhlükəsizlik mədəniyyətini inkişaf etdirməkdir. Bugün həm də bütün dünyada səhiyyə işçilərinə və pasiyentlərə bir çağırışdır. Birlikdə diqqətli olmaq, səhvlərin qarşısını almaq və sağlamlıq üçün məsuliyyət hissini artırmaq. Təəssüf ki, hər il milyonlarla insan tibbi xidmətlərdən istifadə edərkən səhiyyə sistemindəki risklərlə qarşılaşır. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, tibbi səhvlər hər il 2-3 milyon insanın həyatına ciddi təsir göstərir. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə bu rəqəm daha yüksəkdir. Məsələn, bir araşdırmaya görə, düzgün tibbi nəzarət və pasiyent məlumatının olmaması səbəbindən xəstələrin 10%-i əlavə müalicə və ya xəstəxana qalma müddətinin uzanması ilə üzləşir. Həmçinin bəzi hallarda tibbi səhvlər ciddi fəsadlara, hətta ölümlərə gətirib çıxara bilər. Bu statistika bizə göstərir ki, pasiyent təhlükəsizliyi yalnız tibbi işçilər üçün deyil, bütün cəmiyyət üçün həyati əhəmiyyət daşıyır. Təsəvvür edin ki, bir məktəbli soyuq dəymə əlamətləri ilə həkimə müraciət edir. Əgər o dərmanları düzgün qəbul etməsə və ya həkimin tövsiyələrinə diqqət etməsə, xəstəlik ağırlaşa bilər. Amma əksinə, məlumatlı və diqqətli olsa, dərmanları vaxtında qəbul edərək qısa müddətdə sağalır və daha ciddi fəsadların qarşısını alır. Daha bir nümunə, böyük bir şəhər xəstəxanasında elektron tibbi kartlar tətbiq olunanda dərman qarışıqlığı və prosedur səhvləri 25%-dən çox azaldı. Bu isə göstərir ki, texnologiya və diqqətli yanaşma xəstələrin həyatını qorumaqda böyük rol oynayır. Yeri gəlmişkən, Azərbaycanın bir neçə xəstəxanasında da pasiyent təhlükəsizliyi tədbirləri tətbiq olunmağa başlanıb. Tibbi personalın təlimləri, elektron qeydiyyat sistemləri və dərmanların 2 dəfə yoxlanması sistemi ciddi səhvlərin qarşısını almağa kömək edir. Bu həm xəstələrin, həm də həkimlərin etibarlılığını artırır və səhiyyə sisteminə olan inamı gücləndirir. Pasiyent təhlükəsizliyi nədir? Pasiyent təhlükəsizliyi tibbi xidmətin bütün mərhələlərində xəstənin sağlamlığını qorumaq üçün görülən tədbirlərin məcmusudur. Buraya düzgün diaqnoz, müalicə planının dəqiqliyi, dərman istifadəsi, tibbi prosedurların düzgün tətbiqi və həkim-pasiyent ünsiyyəti daxildir. Açıq ünsiyyət. Həkim və pasiyent arasında dürüst və ətraflı məlumat mübadiləsi təmin edilməlidir. Hər bir sual önəmlidir və cavablandırılmalıdır. Düzgün sənədləşmə, tibbi tarixçə, diaqnoz və dərmanların qeydiyyatı diqqətlə aparılmalıdır. Təhlükəsizlik mədəniyyətinin təşviqi. Biz gənclər ailədə və məktəbdə bu mövzuda məlumat paylaşaraq cəmiyyətimizi maarifləndirə bilərik. Texnologiyadan istifadə, elektron tibbi kartlar və məlumat bazaları səhvlərin qarşısını almaqda çox əhəmiyyətlidir. Dünyada
xəstəxanalarda 2 dəfə yoxlama sistemi tətbiq olunur. Dərmanların və prosedurların düzgünlüyünü təmin etmək üçün. Kiçik bir şəhər xəstəxanasında pasiyent təhlükəsizliyi tədbirləri sayəsində ciddi fəsadların sayı 30%-dən çox azalmışdır. Pasiyent təhlükəsizliyi yalnız xəstələrin həyatını qorumaqla qalmır, həm də tibbi personalın etibarlılığını artırır və səhiyyə sisteminin ümumi keyfiyyətini yüksəldir. Əziz dostlar, unutmayaq ki, hər birimizin təhlükəsizlikdə rolu var. Kiçik bir diqqətsizlik böyük nəticələrə gətirib çıxara bilər. Amma kiçik bir qayğı və diqqət həyatları xilas edə bilər. Biz gənclər sağlamlıq və təhlükəsizlik mövzusunda məlumatlı olmağımızla həm özümüzü, həm də ətrafımızı qoruyuruq. Pasiyent təhlükəsizliyi yalnız tibbi proseslər üçün deyil, həyatın hər bir sahəsi üçün önəmlidir. Sağlamlıq və təhlükəsizlik mədəniyyəti cəmiyyətin gələcəyinə birbaşa təsir göstərir. Qeyd edim ki, kiçik məktəb nümunələrində belə şagirdlərin dərsliklərində və laboratoriyalarda təhlükəsizlik qaydalarına riayət etməsi gələcəkdə daha məsuliyyətli və diqqətli vətəndaş olmağın əsasını qoyur. Bu bizim gündəlik həyatımızda da tətbiq oluna biləcək bir nümunədir. Bundan əlavə, pasiyent təhlükəsizliyi mövzusunda maarifləndirmə kampaniyaları və sosial layihələr əhəmiyyətlidir. Məktəblərdə, universitetlərdə və ictimai yerlərdə sağlamlıq məlumatlarının yayılması, həmçinin tibbi işçilərin davamlı təlimləri səhvlərin qarşısını almaqda böyük rol oynayır. Məsələn, bəzi ölkələrdə pasiyent təhlükəsizliyi həftəsi keçirilir və bu müddətdə insanlar müxtəlif seminar və tədbirlərdə iştirak edərək məlumatlanırlar. Beləliklə, hörmətli dinləyicilər, biz bugünkü verilişimizdə Ümumdünya Pasiyent Təhlükəsizliyi Gününün əhəmiyyətini bir daha xatırladıq. Sağlamlıq yalnız bir hüquq deyil, həm də məsuliyyətdir. Hər birimiz bu məsuliyyəti daşımaqla özümüzün və başqalarının həyatını qoruyuruq. Mən Əliyeva Nuray, sizləri yenidən Gələcəyin İşığı FM-də salamladığım üçün çox şadam. Ümid edirəm ki, bu veriliş həm bilik, həm də ilham verəcək. Unutmayın, diqqət və qayğı hər birimizin gündəlik həyatında kiçik bir addımla böyük fərq yaradır. Sağlam, diqqətli və təhlükəsiz günlər arzulayıram. Gələn verilişdə yenidən görüşənədək.